Biri var idi, biri yox idi. Bir kənddə balaca bir qız var idi. Bu qız elə qəşəng idi ki, daha dünyada ondan yaxşısı yox idi. Anası onu həddən artıq sevir, nənəsi isə anasından da artıq istəyirdi. Nəvəsinin anadan olduğu gün nənəsi ona bir qırmızı papaq bağışlamışdı. O vaxtdan bəri qız hara getsəydi, özünün təzə, yaraşıqlı qırmızı papağını başına qoyub gedərdi. Qonşular da onun barəsində belə deyərdilər: "Bax, qırmızı papaq gəlir." Bir dəfə anası qutab bişirdi və qızına dedi: "Qırmızı papaq, get nənənin yanına. Bu qutabları və bir küpə yağı ona apar. Özü də gör necədir, sağ-salamatdırmı?" Qırmızı papaq yığışıb o biri kəndə, nənəsinin yanına getdi. Qız meşə ilə gedirdi ki, birdən qabağına bir boz qurd çıxdı. Qurd istədi qırmızı papağı yesin, ancaq cəsarət eləmədi. Çünki yaxınlıqdan odun doğrayanların baldasının tappıltısı gəlirdi. Qurd dodaqlarını yalayıb qızdan soruşdu: "Hara gedirsən, ay qırmızı papaq?" Ancaq qırmızı papaq meşənin ortasında dayanıb qurdla danışmağın necə qorxulu olduğunu hələ bilmirdi. O qurdla salamlaşıb dedi: "Nənəmin yanına gedirəm. Bu qutabları və bir küpə yağı da ona aparıram." "Nənən uzaqda mı olur?" deyə qurd soruşdu. "Çox uzaqda olur," deyə qırmızı papaq cavab verdi. "Odur, bax, o kənddə, dəyirmanın dalında, qıraqdakı birinci evdə." Qurd dedi: "Yaxşı, elə mən də sənin nənənə baş çəkmək istəyirdim. Mən bu yolla gedim, sən də bax o biri yolla get. Görək hansımız tez gedib çatacaq." Qurd bunu deyib bütün qüvvəsini toplayaraq ən yaxın yolla qaçdı. Qırmızı papaq isə ən uzaq yolla getdi. O arxayın gedir, orada burada dayanıb çiçək yığır və dəstə bağlayırdı. O hələ dəyirmana çatmamış, qurd gəlib nənənin evinə çatdı və qapını döydü. Tık, tık. "Kimsən?" deyə nənə soruşdu. "Mənəm, nəvən qırmızı papağım," deyə qurd incə səslə cavab verdi. "Sənə qonaq gəlmişəm, qutab və bir küp yağ gətirmişəm." Nənə bu zaman xəstə idi. Yorğan döşəkdə yatırdı. O elə bildi ki, gələn doğrudan da qırmızı papaqdı. Odur ki, qışqırıb dedi: "Bala, ipi tut dart, qapı açılar." Qurd ipi tutub dartdı. Qapı açıldı. Qurd nənənin üstünə atılıb elə o saatdaca onu utdu. Qurd çox ac idi. Çünki 3 gün idi ki, heç bir şey yeməmişdi. Sonra qurd qapını bağlayıb nənənin yerində uzandı və qırmızı papağın gəlməsini gözlədi. Çox keçmədi ki, qırmızı papaq gəlib qapını döydü. Tık, tık. "Kimsən?" deyə qurd soruşdu. Qurdun səsi kobud və xırıltılı idi. Qırmızı papaq əvvəlcə qorxdu. Sonra fikirləşdi ki, yəqin nənəsinə soyuq dəyib. Səsi tutulub. Ona görə belə danışır. Qırmızı papaq dedi: "Mənəm, nəvən, sənə qutab və bir küpə yağ gətirmişəm." Qurd öskürüb biraz incə səslə dedi: "Bala, ipi tut dart, qapı açılar." Qırmızı papaq ipi dartan kimi qapı açıldı. Qız evə girdi. Qurd yorğanı başına çəkib dedi: "Qızım, qutabları qoy stolun üstünə, küpəni qoy yerə. Özün də gəl mənim yanımda uzan. Yəqin ki, yol gəlib yorulmusan." Qırmızı papaq qurdun yanında uzanıb soruşdu: "Nənə, əllərin niyə böyükdü?"
Səni yaxşı qucaqlamaq üçün mənim balam. Nənə, qulaqları niyə belə böyükdür? Yaxşı eşitmək üçün mənim balam. Nənə, gözləri niyə belə böyükdür? Yaxşı görə bilmək üçün mənim balam. Nənə, pəs dişləri niyə belə iridir? Səni tez yemək üçün mənim balam. Qırmızı papaq nəfəsini çəkməyə macal tapmamış, kinli qurd qızın üstünə atıldı. Ayaqqabıları və qırmızı papağı ilə birlikdə onu utdu. Ancaq xoşbəxtlikdən elə bu zaman odun doğrayanlar çiyinlərində baltaları evin yanından keçirdilər. Onlar səs-küyü eşitdilər, tez yürüyüb evə girdilər və qurdu öldürdülər. Sonra da qurdun qarnını yarıb qırmızı papağı, onun dalınca da nənəni sağ və salamat çıxartdılar.